Hörmətli dostlar, yenidən hər birinizi salamlayıram. Bugünkü mövzumuz xəstəliklər haqqındadır. Yəqin ki, diqqətinizi çəkib, hər birinizin diqqətini çəkib, 10 nəfər bir araya gələndə və ya 5 nəfər bir araya gələndə əsasən mövzu son dövrdə, son illərdə xəstəliklər haqqında olur. İlla ki, insanların arasında bu mövzu formalaşıb ki, belə bir fikir formalaşıb ki, son dövrdə niyə xəstəliklərin sayı azalır, artır, üzr istəyirəm, nə üçün apteklərin sayı çoxalır, nə üçün xəstəxanaların sayı çoxalır və insanlar kütləvi şəkildə nə üçün xəstələnir? Əlbəttə, bu ilk növbədə bir, deyə bilərsiniz ki, tibbi bir məsələdir və bununla hər halda həkimlər bu məsələ ilə bağlı fikir bildirməlidirlər. Mən bununla razılaşıram, ilk olaraq bununla razılaşıram, amma məsələyə fərqli bir tərəfdən baxmağı istəyirəm. Təklif edirəm ki, bunu məsələyə fərqli bir tərəfdən baxaq və xəstəliyin özünün tanımının, yəni xüsusiyyətinin nə olduğuna dair əvvəla bir fikir formalaşsın. Yəni doğrudan da mı xəstəlik belə bir şeydir ki, bunu ancaq müəyyən bir spesifik sahə ilə məşğul olan indiki müasir həkimlərimizin mi ancaq sahəsidir, yoxsa hər bir fərdi əlaqədar eləyən bir sahədirmi? Düşünürəm ki, hər halda buna həkim yoldaşlar da etiraz eləməzlər ki, hər bir insan ilk növbədə, şuurlu insan ilk növbədə özünün həkimi, hətta özünün müəllimi olmalıdır. Elə isə hansı formada yaxınlaşaq məsələyə və nə cür eləyə bilək ki, biz bu xəstəliklər haqqında biz tam məlumat sahibi olaq. Deyəcəksiniz ki, xəstəliklər sahibsiz hesabsızdır və bunlar haqqında nə cür məlumat ola bilər? Hər birində özünün ayrı mütəxəssisi var, hətta bir çox mütəxəssisi var. Yəni minlərlə və ya daha çox mütəxəssisi var. Bir məsələni diqqətinizə ərz eləmək istəyirəm. Başından bəri bir iddia ortaya atmışıq ki, insanın yaradılışından etibarən insanın iki tərəfi, yəni insanın mənəvi və fiziki tərəfi mövcuddur və insan bunun bir tərəfini araşdırdığı vaxt, bir tərəfindən məlumat sahibi olduğu vaxt tam şəkildə insanı tanımış olmur. Bunu hər iki tərəfindən araşdırdığı vaxt isə o doğrudan da məlumat sahibi olur. Əlbəttə, ümumiyyətlə insanın mənəvi tərəfini ya da insanın ruhsal dediyimiz belə bir tərəfini rədd eləyənlər də var. Uzun müddət hətta bu düşüncə müdafiə edənlər ümumiyyətlə bunu elmin sahəsindən kənar bir məsələ kimi qələmə verirdilər ki, ümumiyyətlə elmin belə bir sahəsi yoxdur. Yəni insan görünən bir varlıqdır, insanın cismi var, insan bir maddədir və o fiziki varlığın başqa hansı tərəfi ola bilər ki, biz onun haqqında bir fikir yürüdək. Və o sahəni ayırmışdılar, ümumiyyətlə yəni varoluş sahəsini və ya mənəvi tərəfi ayırmışdılar. Ya fəlsəfənin sahəsi olaraq dəyərləndirirdilər, ya dinin sahəsi olaraq dəyərləndirirdilər. Amma praqmatik dediyimiz, yəni müasir elmin ya da pozitivizm dediyimiz müasir elmin bir sahəsi olaraq görmürdülər ki, ümumiyyətlə bu yoxdur. Amma son dövrdə, xüsusən son 20-30 il ərzində elə həmin elm sahəsinin təmsilçiləri tərəfindən aparılan tədqiqatlar açıq və aşkar şəkildə onu göstərdi ki, xeyr, insan sadəcə fiziki müdaxilələrlə hər hansı bir xəstəlikdən yaxasını qutara bilməz. Yəni, bu yetərli bir səbəb deyil. Xatırımda olan bir məsələni sizə də xatırlatmaq istəyirəm. Təxminən 20 il bundan öncə bir araşdırmanın nəticəsi haqqında qərb deməli, həkimlərin apardığı illərlə davam edən bir araşdırmanın nəticəsi haqqında bir məlumatla rastlaşdım. Onu sizlə bölüşmək istəyirəm. Əsasən üzərində durulan məsələ nədən ibarət idi? Dünyada minlərlə müxtəlif ölkələrin həkimləri nə üçün belə bir sualla işə başlayıblar? Nə üçün eyni yaşda, eyni xəstəliyə məruz qalan və eyni fiziki keyfiyyətlər olan insanlara eyni dərmanlar və ya eyni müalicə metodu tətbiq olunduğu halda onların bir hissəsi daha tez sağalır, digərləri çox gec sağalır, bir hissəsi isə ümumiyyətlə sağalmır. Halbuki, deyək ki, hamının 18 yaşı var, hamı eyni fiziki göstəricilərə sahibdir və eyni dərman preparatlarıdır.
normal olan, daha doğrusu dırnaqarası sadəcə düz məntiqlə bu məsələyə yanaşsaq, bunun nəticəsinin fərqli olmağı da absurddur. Və yanlış xatırlamıramsa bu tədqiqat, bu elmi araşdırma təqribən 20 ili əhatə eləmişdi və 10 minlərlə, bəlkə də 100 minlərlə xəstəni əhatə eləmişdi. Mən onun nəticəsini sadəcə sizinlə bölüşmək istəyirəm. Əlbəttə onun tibbi nöqteyi nəzərdən terminoloji hissəsi mənim sahəm deyil. Amma nəticəsi haqqında məlumat vermək istəyirəm ki, deməli, nəticə bundan ibarət idi ki, ümumiyyətlə inanclı xəstələr, yəni müəyyən bir imanı və ya inancı olan xəstələr inanmayan xəstələrdən daha tez sağalır. Birinci nəticə. Demək ki, insanın bir şeyə inanıb ya da inanmamağı onun fiziki dünyasına təsir eləyə bilirmiş. Ki, bunu artıq biz min illərdir bunu iddia eləyirik və müasir elm təmsilçiləri təəssüf ki, bunu qəbul eləmək istəmirdi. İkinci məsələ nədən ibarətdir? Bir insan haqqında, yəni xəstə olan bir insan haqqında diqqət və müşahidə eləyiblər ki, nə qədər çox insan müsbət fikrini ifadə etsə, biz ona dua deyirik, o insan daha tez sağalır. Yəni, deyək ki, bir insan haqqında 10 nəfər, ya da 15 nəfər, ya da 20 nəfər sayı artdıqca bu insanların ki, onun haqqında şəfa arzulayır, onun sağalmasını arzulayır, o daha tez sağalır bu insan. Heç sağalmamaq ehtimalı da daha çox ona görə ortaya çıxır ki, bu ümumiyyətlə heç bir şeyə, yəni inancı olmayan insanlarda bu proses çox gec ya da ümumiyyətlə olmur. Yəni, məsələn, bir ayda olan proses 6 ayda və ya daha uzun bir müddətdə və ya heç olmaya da bilər. Bunu niyə giriş mahiyyətində dedim? Yəni, ağlı səlim olan hər kəs qəbul eləyir ki, İnsan sadəcə fiziki və cismani bir varlıq deyil. İnsanın ruhani və mənəvi tərəfi var. Və insanın xəstəliyi iki tərəfi birləşdirərək ələ alınarsa, yalnız o halda anlaşılmış olur. İndi bunu başqa bir tərəfdən məsələyə yanaşaq. Bu görsənən tərəfi idi və hamı, bir daha təkrar edirəm ki, hər binanın altında artan aptekləri görür, az qala hər məhəllədə açılan yeni xəstəxanaları görür, xüsusən böyük şəhərlərdə bu bariz şəkildə özünü göstərir və həmin müqayisə aparır. İnsan zehnində müqayisə aparır ki, deyək ki, 30 il bundan qabaq, 35 il bundan qabaq Sovet dövrünü görən insanlar deyir ki, çox az sayda aptek var idi. Aptekçilərin də yanına gedirdik, onlar da mürgülürdülər. Yəni, aptekə girən də yox idi. Əlbəttə ki, bunun təməl səbəbi, görsənən təməl səbəbi bu mövzumuz o deyil. Amma təməl səbəbi ondan ibarətdir ki, böyük bir şəhərləşmə və şəhərləşmənin gətirdiyi böyük fəsadlar və kapitalizmin insan üçün, yəni kapitalist sistemin və ya kapital sahibi olan insanların insanı daha çox, bəlkə də tam olaraq bir maddi gəlir mənbəyi olaraq görməyidir. Ya, bu birmənalı şəkildə belədir. Yəni, siz əgər şəhərdən uzaq bir həyat tərzi yaşayırsınızsa, siz kapitalist üçün sərfəli bir insan deyilsiniz. Nə üçün? Siz əvvəl onların marketlərində alış-veriş eləməlisiniz, sonra siz onların o süni qidalarından xəstələnməlisiniz, ondan sonra həkimə getməlisiniz, onların klinikalarında müalicə almalısınız. Bu elə bir döngüdür ki, bu döngü içərisində bütün halükarda yenə kapitalist, yəni kapital sahibi, sərmayə sahibi qazanmış olur. Diqqət eləyin, zərərli qidaları istehsal edənlərlə dərman istehsal edənlər eyni şirkətlərdir. Hətta dahasını deyim sizə, yəqin ki, məlumatlığınız var. Hətta tibb universitetlərində oxunan kitabların nəşrin də arxasında çox ciddi iddialar var ki, yenə eyni qüvvələr dayanır, yəni sərmayə sahibləri dayanır. Bunu əlbəttə ki, çox dərin və çox geniş bir məsələdir. Amma insanlar bunu qətiyyən göz ardı etməli deyil ki, kapitalist sistemin önəmli xüsusiyyəti ondan ibarətdir ki, siz müştəri qismindəsiniz və bu müştəri bütün hallarda, ifadəmə görə üzr istəyirəm, əti ilə, yağı ilə, qanı ilə, hər şeyi ilə faydalanması bir ünsurdur. Yəni, bundan artıq bir şey deyil. Yəni, bunu qəbul etmək lazımdır ki, kapitalist sisteminin təməl özəlliyi bundan ibarət. Çünki kapital mərkəzlidir. Yəni, pul mərkəzlidir, sərmayə mərkəzlidir. İndi gələk bizim əsl məsələmizə ki, xəstəliyə hansı nöqteyi nəzərdən yanaşmaq lazımdır? Bəli, xəstəlik əslində mənəvi bir özəllik daşıyan bir şeydir, mənəvi bir xüsusiyyət daşıyan bir şeydir. Yəni, insanın gerçəkdə xəstələnən onun qəlbidir, yəni onun ruhudur gerçəkdə insanın xəstələnən. Bir qism insan var ki, o fiziki olaraq xəstələnir və demək olar ki, onun bütün dünyasını bu alt-üst eləyir.
Digər bir qism insanlar var ki, biz buna inançlı insanlar deyirik. O xəstəlik onun əslində xeyrinə vəsilə olmuş olur. Yəni əslində o inandığı Allahla bir mərhələ daha çox yaxınlaşma mərhələsinə daxil olur. Biz buna təsavvuf ədəbiyyatında və ya irfan ədəbiyyatında təqarrub məqamı deyirik. Yəni bir insanın Allaha ən yaxın olduğu vəziyyətlərdən biri onun xəstə ikən Allahla rabitə halında olmaq halı deyirik. Biz belə deyirik buna. Əlbəttə bu inançlı insanlar üçün anlaşıla bilir bir vəziyyətdir. Baxın, sizə nümunə olaraq bir nümunəni vermək istəyirəm ki, xəstəliyin qədim məsələn tibbdə və ya İslam tibbində və ya ümumiyyətlə müasir tibb metodları və ya kimyasal dərmanlar çıxmamışdan əvvəlki müalicəsi ilə bağlı bir fikir formalaşmış olsun. Məşhur təbib olaraq bilinən, əslində isə özünün fəlsəfi düşüncələrlə və hikmət məktəbinin önəmli təmsilçilərindən biri olan İbn Sinanın yanına bir xəstə gətirirlər. Xəstə uşaqdır və uşaq baldan başqa heç nə yemir. Və bu uşaq artıq çox ağır bir vəziyyətə gəlib. Həkimə gətirən xanımdır, yəni uşağın anasıdır. İbn Sina diqqətlə uşağı müşahidə eləyir və deyir ki, siz onu 40 gündən sonra mənim yanıma gətirin. Nə qədər anası yalvar yapış eləsə də ki, bu uşağın vəziyyəti o deyil. Xahiş edirik, indiki anlayışla deyirəm. Bir dərmandan falan bir şeylər eləyək, bu baldan əl çəksin də. İbn Sina cavab vermir. Məcbur qalır, 40 gündən sonra yenidən yanına gedir. İbn Sina diqqətlə uşağa baxır və deyir ki, bala, sənə bal yemək olmaz. Bal yemə, deyir. Və anasına da deyir ki, uşağı apar, artıq uşaq sağalacaq. Əlbəttə, qadın çox məyus olur. Tanınmış adamdır, həkimdir, bilməyən yoxdur. Dövründə belə çox təqdir görən bir şəxsdir. Hətta vəzirlik məqamına qədər, yəni dünyəvi olaraq yüksələn bir siyasi bir karyerası da var İbn Sinanın. Niyə belə dedi də məyus şəkildə gedir. Necə olursa, uşaq sağalır. Və xanım bunu xatırlayır ki, axı bu bir sözlə insan mı sağalardı deyə. Deyir, heç olmasa gedin bir təşəkkür edeyim. Gəlir, İbn Sinanın yenidən yanına gəlir və əlbəttə təşəkkürünü bildirir ki, uşaq artıq normal qidalanmağa başlayıb və sağalıb. Amma bir sualım var. Nədir deyir sualım? Deyir, sualım ondan ibarətdir ki, siz bu bir kəlmə sözü demək üçün və ya bir cümlə sözü demək üçün nə üçün 40 gün gözlədiniz? Ondan sonra bu söz dediniz. İbn Sina çox ibrətamiz bir cavab verir. Deyir ki, bilirsiniz, deyir, mən özüm balı çox xoşlayıram. Və demək olar ki, hər gün baldan istifadə edirəm. Və mən həmin anda əgər uşağa desəydim ki, bala, sən balı yemə, bu uşaq üzərində heç bir təsir olmayacaqdı. Çünki bir insana müəyyən bir fikrin təsir etməsi üçün əvvəla o insanın özünün onu etməyi lazımdır. Ondan ötürü mən özüm 40 gün baldan əl çəkdim ki, mənim dediyim sözümün kəsəri olsun. Başqa bir ifadə ilə deyim. Və nəhayətində də doğrudan da uşaq sağalmış oldu. Bunu niyə deyirəm? Bir insanı ancaq fiziksel və cismani olaraq ələ alıb biz onun xəstəliklər haqqında mülahizə yürüdürüksə, bu yanlış bir yaxınlaşma tərzidir. Bir daha təkrar edirəm. Amma doğrusu nədir? Zaten əsas məqsədimiz ondan ibarətdir ki, bunun doğru olan tərəfini bir tapaq da. Bax, yaradılışın belə bir qayəsi var, əziz insanlar, əziz dostlar. Heç bir şey, aləmdə heç bir şey tək başına var ola bilmir. Var olan hər bir şey yalnız ziddi ilə var ola bilər. Ziddi olmadan heç bir şey var ola bilməz. Diqqət edin, nə demək istədiyimi anlayacaqsınız. Baxın, hər şeyin erkəyi və dişisi var. Hər bir şeyin mənfisi və müsbəti var. Hər bir xəstəliyin də şəfası var. Əgər xəstəlik varsa, onun şəfası da mütləq ki vardır. Amma bu xəstəliyin şəfası da insanın özündən uzaq bir yerdə deyil. İnsana yaxın olan o şəfanı insan necə tapacaq? Bu, əlbəttə ki, onun mənəviyyatı ilə bağlı olan bir məsələdir. Amma insan onu unutmamalıdır ki, necə deyərlər, Allahdan ümid kəsilməz və insan özünü idrak elədiyi, heç olmasa ən azından bu mərhələdə olduğunu və ya bu yolda olduğunu anlamış olsa, həmin o ziddi ki özündə var, yəni bir hissəsi ki, bunu negativ olaraq deyək, ya mənfi olaraq qəbul eləyək, onu həmən qarşısında bir müsbəti də var. Bu, ümumi bir yaxınlaşma tərzidir. Yəni, bu hamıya aid olan bir məsələdir. İndi məsələmizin bu inançlı insanlara aid olan hissəsi ilə bağlı bir neçə cümlədə demək istəyirəm. İnançlı insanlar üçün xəstəlik əslində rəhmət və bərəkətdən ibarətdir.
onun üçün yeni rəhmət qapılarının açılmağı deməkdir və onun üçün Allaha yaxınlaşma vəsiləsidir. Belə ki, Allah Teala Cəllə Cəlaluhu müqəddəs kitabında xəstəlikdən bəhs edərkən daha çox üzərində durduğu məsələ qəlbin xəstə olması məsələsidir. Yəni o şəxslər ki, onların qəlbində xəstəlik var. Yəni cismində olan xəstəlik ön plana çıxmır, qəlbdə olan xəstəlik ön plana çıxır. Və bunun şəfasını da təqdim eləyir. Yəni bunun müalicə metodunu da təqdim eləyir və yalnız iki şeydən bəhs eləyir. Yəni bunun biri Qur'andır. Qur'anın özünün şəfa olduğu və şəfanın Allahsız və də Qur'ansız mümkün olmadığı odur ki, ilk bəhs elədiyim ki, inançlı insanlar daha çox sağalır. Siz istədiyiniz qədər bir insana dərman preparatları ilə müdaxilə eləyin. Allah şəfa vermədiyi müddətcə o insan sağalası deyil. Bir hissəsi budur. Məhsul olaraq da, yəni fiziksel məhsul olaraq da Allahın şəfa olaraq bəhs elədiyi yeganə məhsul, baxın, faydalı məhsullar çoxdur. Quranda adı keçən faydalı məhsullar çoxdur, amma yeganə məhsul arının istehsal elədiyi məhsuldur. Bir növ, yenə bu sahənin adamları bunu çox yaxşı bilir. Arı məhsullarının tamamı bir növ katalizator rolu oynayır və lazım olan, orqanizm üçün lazım olan istər minerallar, istər faydalı vitaminlər, onların orqanizmin gərəkli olduğu bölgələrinə çatdırılmasında çox önəmli rol oynayır. Yəni bu artıq hər hansı bir, düşünmürəm ki, bu kimsə buna bir etiraz eləyək ki, yox, bu belə deyil. Bəs Allah Teala'nın nəzərdə tutduğu qəlb xəstəlikləri nədən ibarətdir? Yəni o qəlbin hansı xəstəliyidir ki, o bizdə cismani xəstəlik olaraq təzahür eləyir? Bunun sadəcə bir neçəsini xatırlatmaq istəyirəm. Bir neçəsini, yəni çoxdur bu, amma bir neçəsini xatırlatmaq istəyirəm. Məsələn, bunun birincisi mənə elə gəlir ki, rahatlıq xəstəliyidir. İnsanların konfora düşkün olma xəstəliyidir. Əgər insana siz istəyir uşaq, istəyir böyük, bunun fərqi yoxdur. Siz rahat alanını genişlətsəz, onun müqavimətini aşağı salmış olarsınız. Yəni, İnsan bir şeylə mücadilə elədikcə onun müqaviməti artmış olur. Yəni fiziksel olaraq insanı düşüşə keçirən şey onun rahat olmalıdır. Yəni insan dayanmadan çalışmalıdır. Yəni insanı yaşadan şey ya da ömrünü uzadan şey onun çalışqanlığıdır. Yəni icraat və fəaliyyət içərisində olmağıdır. Mütləq bu tətbiq olunmalıdır. Baxın, hər nə qədər inanc olaraq biz Yaponiyada bilirsiniz ki, dünyada yəni ateizm müqayisəsi aparsaq, iki dövlət önə çıxır. Bunun biri Fransadır, biri Yaponiyadır. Və dünyada ən çox uzun ömürlü insanlar da elə bu iki ölkədədir. Yəni Yaponiyadadır və Fransadadır. Xüsusən Yaponiya önə çıxır, çünki 100 yaşın üzərində 52 və ya 56 min, yanlış xatırlamıramsa, hal-hazırda yaşayan fərd var. Amma həmin Yaponlar ki, bu uzun ömürlü ön plana çıxırlar, onlar da 90 yaşından yuxarı belə vətəndaşları belə işə cəlb edirlər və işlədirlər. Və səbəb olaraq da onu göstərirlər ki, onlar işləməsələr yaşaya bilməzlər. İşlədikcə onlar yaşayır. Yəni beyinləri fəaliyyət göstərir. Beyinləri fəaliyyət göstəricə də yaşamış olurlar. Çox doğru bir yaxınlaşma tərzidir. Bilirsiniz, indi belə bir sual həmən ağlınıza doğacaq ki, elə isə bu niyə bizə aid deyil, yəni müsəlman ölkələrinə aid deyil? Bir qanun var. Yəni Allah-u Teala yaradılışında bir qanun müəyyən eləyib. Biz buna sünnətullah deyirik. Yəni dini termində, Quranın termində buna sünnətullah deyirik. Və ya nizam deyirik. Siz aləmin nizamına riayət elədiyiniz müddətcə uğurlu olursunuz bu aləmdə və bu dünyada. Aləmin nizamına müxalif olduğunuz müddətcə siz itirmiş olursunuz. Baxın, aləmin nizamı ondan ibarət idi ki, biri, ondan ibarət idi ki, siz bəli, fəaliyyət içərisində olasınız. Bunu Allah Teala da tövsiyə edir və yer üzündə də bunu kim eləyirsə uğurlu olur. Yəni bunun artıq inancla bağlı bir məsələ deyil. Bu hissədə insanın onu tətbiq eləməyi ilə, yəni əməli hissəsi ilə bağlı olan bir məsələdir. Digər bir, məsələn, qəlb xəstəliyi haqqında xırda bir tanışlıq mahiyyətində və ya məlumat və ya xatırlatma mahiyyətində bildirmək istəyirəm ki, bu doyumsuzluq xəstəliyidir. İnsan elə bir varlıqdır ki, o minimal ehtiyaclarını qarşılayıb da yaşaya bilər, amma özündə yenə Qurani bir terminlə mən sizə bunu açıqlayım. Ən-nəfs bil-əmmara, yəni əmmara su, üzr istəyirəm, pisliyi əmr edən nəfs olaraq Quran bunu deyir. Yəni nəfsin elə bir mərtəbəsidir ki, o ancaq pis bir şeyi insana
əmr eləyir. Yəni artıq həmin nəfsi siz nə ilənsə doyuzdurmağınız mümkün deyil. Yəni heç nə ilə doyuzdura bilməzsiniz. Heç nə tapmasa özünə bir dərd tapacaq və o dərdsizlik ona dərd olacaq. O insanın vəziyyəti budur. Əlbəttə bu xor görülən bir şeydir. Yəni bu Allah tərəfindən tənqid olunan bir nəfsin o mərtəbəsində qalmaq tənqid olunur. Bir üst mərtəbə olaraq nəfsin ləvvamə hissəsindən, yəni lövm edən və qınayan nəfs olaraq Allah Taala bir üst mərtəbəsindən bəhs edir yenə Qurani-Kərimdə. Yəni həmin nəfs özünü danlamağa başlayır ki, deyir ki, sən burada yanlış eləyirsən və düzəltməyə başlayır. Bu artıq övgüyə layiq, tərifə layiq bir nəfsdir. Yəni siz nəfsin arxasına düşüb getmirsiniz. Yəni siz artıq doyumsuz deyilsiniz. Artıq bir sədd çəkmiş olursunuz ki, bu qədəri bəsdir. Bir üst mərtəbəsi isə, xatırlayırsınızsa, ilk mövzumuz elə xoşbəxtlik haqqındaydı. Bir üst mərtəbəsi və son nihai mərtəbəsi Allah Taala tətmin olmuş, mütməin olmuş nəfsdən bəhs edir. Yəni xoşbəxt olmuş, huzura çatmış, rahatlıq tapmış nəfsdən bəhs edir. Demək, aşağı mərhələdə siz qaldığınız müddətcə, birinci mərhələdə nəfsin ilk mərhələsində qaldığınız müddətcə o doyumsuzluq xəstəliyindən qurtarma ehtimalınız yoxdur. Və diqqət edin, böyük sərmayə sahibləri xüsusilə nəyi insanlara xüsusi propaganda vasitələri ilə, hər vəsilə ilə inandırmağa çalışırlar ki, çox ciddi qida problemi var. Çox ciddi su problemi var. Niyə? Çünki insanların sayı çoxalıb. Qardaş, bu insanların sayı çoxalıbsa bu qidanı tükədənlər elə sizsiniz də. Yəni dünyanın dırnaqarası rəfah içində yaşayan ölkələrinə diqqət edin. Dünya qida tüketiminin 2/3 təqribən hesablamalara görə 70%-dən yuxarı düşür Amerika və Qərbi Avropanın payına. Yəni onların bir tək Amerikanın zibilliyə atdığı, yəni israf elədiyi məhsulların əgər biz onu israf eləməmiş olsaydıq, bütün Afrikada az qalan insanların doyması üçün kifayət. Yəni dünyada bir dənə də ac adam qalmazdı. Əslində israf eləyən də özləridir. Amma insanları da bunda günahlandıra bilirlər ki, indi hansı bu ağlın və hansı bir məntiqin məhsuludur, o ayrı bir məsələdir. Amma günahlandırırlar ki, sizin sayınız çoxdur, qida da çatmayacaq da. Qida sizə çatmır ki, siz doymursunuz. Yəni problem buradadır. Dünyada təqribi hesablamalarla 500 trilyon dollar pul döngüsü var və bunun təqribən 80%-nə yaxını da həmin sərmayə sahiblərinin əlindədir. Yəni siz onlardan bəzilərinin adlarını eşidirsiniz, bəzilərinin adlarını eşitmirsiniz. Məsələn, Bill Gates-də adını eşidirsiniz, Elon Musk-da bunların adlarını eşidirsiniz. Bəzilərinin ümumiyyətlə adlarını eşitmirsiniz. Ən çox şikayət edənlər də bunlardır, nə hikmətdirsə. Yəni əhalinin çoxluğundan, qidanın çatışmamazlığından sanki bunlara nəsə bir əlbəttə məlum məsələdir. Yəni siz düşünməyin ki, niyə bunlar narahatdılar? Çünki bunların idarə etmə deyə bir problem var. Yəni insanlar idarə eləməlidirlər axı. Saylar çoxaldıqca idarə etmə çətinləşir. Əslində dərdləri odur. Ona görə açıq və üzr istəyirəm ifadə edir, həyasız bir şəkildə insanların sayı azaldılmalıdır deyir. Hətta Bill Gates bir çıxışında demişdi ki, 500 milyona qədər azaldılmalıdır insanların sayı. İnsanların sayı azaldılmaq insanlara qarşı yalnız və yalnız kütləvi terrorla mümkün ola bilər. Başqa nə cür mümkün ola bilər? Gördünüz ki, yəni nəfsi əmmarədə olan, nəfsin birinci mərtəbəsində olan nəfsi siz doyuzdura bilmirsiniz, istəyirsiniz bütün dünyanı verin ona. Doyası deyil yəni. Bir neçə digər xəstəlikləri də qısa şəkildə qeyd etmək istəyirəm. Bunun biri də yenə egoizm xəstəliyidir. Yəni insanın öz mənliyi və öz kimliyi ətrafında dünyanın döndüyünü zənn etmək xəstəliyidir. Çox böyük xəstəliklərdən biri də budur. Əslində liberal dünya bizə elə bunu təklif edir. Baxın, liberalizm sözünün kökündə elə bu var. Yəni liberalizm elə fərdiyyətçi düşüncə deməkdir də. Yəni bir fərdin özünün maraqları və istəkləri doğrultusunda hərəkət etməsi. Halbuki bu çox böyük bir dərddir, çox böyük bir bəladır ki, insan özündən başqa heç kəsi tanımaq istəmir. Diqqət edin, bu fərdiyyətçi insanlarda yenə baxın nümunə olaraq verəcəm. Yəni rəfah düzeyi yüksək olan insanlar olaraq göstərilən, az öncə nümunə verdim, daha əvvəlki söhbətlərimizdə də demişdim ki, bu Yaponiyada elə deyilmi? Dünyada ən çox intihar olan da elə Yaponlardır. Və eləcə həmin o rifah halı yüksək olan Qərblilərdir. Nə üçün? Çünki egoist bir insan özündən başqa heç kəsə düşünmədiyi üçün o insanın belə bir dərdi, problemi olmur. Amma bu da yenə başqa bir mövzudur ki, bu insanı ailədən uzaqlandıran nə idi ki, bu insan tənhalığa yönəldi? Bu ayrı bir mövzudur. Yenə çox önəmli bir təbii məsələdir ki, insan egoist olmalı deyil. Bu böyük bir vəbadır, böyük bir
dərddir bu. İnsan təkcə özünü fikirləşməli deyil. Özünü düşünən insan nihayətində öz fəlakətini hazırlayır. Yəni öz nəfsi üçün və yalnız öz arzuları üçün çalışan insan özünün də elə fəlakətlərini hazırlamış olur. Bir digər xəstəlik də göstəriş xəstəliyidir. Baxın, çağımızın çox önəmli xəstəliklərindən biri göstəriş xəstəliyi. Yəni hər şeyi göstərmək üçün insanlara. Sanki həyat bunun üzərinə dönür. Xüsusilə də ki, son dövrlərdə ki, bir 10-15 ildir bu sosial media genişləməyə başladı, yayılmağa başladı. Hər tərəfə artıq demək olar ki, dünya əhalisinin böyük bir əksəriyyəti hesablamalara görə, xatırlayırsınızsa demişdim onu, hər bir insan ortalama 7 saat yarım telefonda vaxt keçirdi gün ərzində. Bu insanların böyük əksəriyyətinə belə bir göstəriş xəstəliyi gəlib düşmüş oldu. Yəni düşünə bilirsiniz, insan düşünə bilmir ki, əgər mən çox bahalı bir süfrədə bahalı yeməklərlə bir paylaşımlar eləyirəm, amma bir göz haqqı, qul haqqı, bir insanın istəyi deyə bir şey var da. Axı onu ələ çatmayan dünyada minlərlə yox ha, 100 milyonlarla insan var ki, onu ələ çatmır. Allah qismət edib səni bunu yeyirsən də, sən bunu aləmə car çəkməyə nə aləm var? Çox böyük bir vəbadır, böyük bir xəstəliklərdir ki, yenə deyirəm, göstəriş xəstəliyidir ki, Allah bizi ondan mühafizə eləsin. Və ən nəhayətində bugünkü mövzumuzun bitirmə, yəni sonucu olaraq, nəticəsi olaraq onu bildirmək istəyirəm ki, müasir insanın önəmli xəstəliyindən biri də alış-veriş xəstəliyidir. Bax, insan ehtiyacı qədər yox, gözünün doyuzdurmaq istərcəsinə alış-veriş xəstəliyinə mübtəla olub. Bəli, bu da həmin o sərmayə sahiblərinin, həmin o kapitalistlərin, həmin o mərkəzlərin xüsusi propagandası ilə mümkün olur. Yəni, siz dayanmadan təşviq olunursunuz ki, bir şey alın. Dayanmadan təşviq olunursunuz. Və əlbəttə ki, insan əgər öz nəfsinə yenilirsə, həmin bu xəstəlikdən də öz canını təbii olaraq qurtara bilmir. İndi bəs məsələ nədən ibarət? Məsələ ondan ibarət ki, biz axı xəstəlik mövzusundan bağlı danışırdıq. Axı bir insan bu xəstəliyi həm fiziki, həm mənəvi olaraq ələ alıb, bunun təmiri ilə bir ifadə ilə deyim və ya bunun şəfası ilə və ya bunun sağaldılması ilə mübarizə apararsa, yalnız o halda bir nəticə əldə etmiş olur. Əgər bunun biri ilə bir tərəfli olaraq mübarizə aparsa, heç bir nəticə əldə etmiş olacaq deyil. Baxın, dünya həyatı dediyimiz nisbi olaraq ələ aldığımız zaman siz yuxu ilə dünyanı müqayisə edin ki, siz yuxuda bir neçə saniyədə nə qədər müddətdə görüləcək işləri görürsünüz. Bax, dünya həyatı da əslində o bir neçə saniyədən ötəyə bir şey deyil. Yenə bu da, bax, bu nisbilik anlayışı, dünyanın yaradılışı anlayışı da xüsusi və dərin başqa bir mövzudur, amma yenə nəticə olaraq, yəni xülasə olaraq onu bildirmək istəyirəm ki, siz özünüzü mənəvi olaraq yalnız bir istiqamətə yönəltməyəsiniz. Yəni tövsiyəm, hərarətlə tövsiyəm özümə də, bütün dinləyicilərə də ondan ibarətdir ki, mənəvi və fiziki xəstəlikləri və ya qüsurları ortaq halda həll eləməyə çalışaq ki, doğrudan da bir nəticə hasil olmuş olsun. Yox, əgər bizim qəlbi xəstəliklərimiz yerində durursa, saydığımız, yerindən saymaq istəmirəm, o xəstəliklər yerində durursa, istədiyiniz qədər sizin fiziki olaraq sağlam görüntünüz olsun, yenə siz xəstə adamsınız. Yəni siz egoist olduğunuz müddətcə, alış-veriş xəstəsi olduğunuz müddətcə, doyumsuz olduğunuz müddətcə sizin əlinizdə nə qədər sərvətin və ya nə qədər sağlamlığın olmağının heç bir önəmi qalmamış olur.